Allah Taala Həzrət Peyğəmbərə Mirac gecəsində dedi ki, mən sənin ümmətindən hər kim gecənin bir vaxtında dura gecə namazına. Yəni gecə namazı elə gecə namazı ibarət ilə də gəlib. Amma gecənin yarısında yerindən qalxa birbaş birinci mistaqı gecə namazıdır. Təhəccüd, bəli. Gecə ibadət. Və onu orada yuxu apara, yorğunluğun çoxluğundan yuxu aparsa, Qiyamətin günündə ona mən bir dənə mükafat verərəm, heç kimə verməmişəm onu və vermərəm. Nədir? Sənin əhl-i beytün camalını göstərərəm ona. Əhl-i beytün camalını göstərərəm ona. Nədir? Yəni biz, məsələn, İmam Zaman gələyinlə... Bir cəlalı ilə gələ bilir, cəmalı ilə gələdir. O cəmalı... Qəzəbin yox, rəhmətin göstərərəm. Yəni onun belə deyək də, məqamını göstərərəm ona. O siz ki, məsələn, başına qılınc vurdu, siz ki, zəhərlədi, siz ki, zindana saldı, siz ki, bu cürə işlər gördünüz buna. Buna baxın əzəmətinə, cəlalına, görün bu cəlal nədir? Bu həqiqi, bunun məsələn də həqiqəti nədən ibarətdir? Deyir, onu neylərəm, göstərərəm. Bir də deyir, Allah Taala gecə namazında yatan adamın mələklərin hamısının nəzərini döndərər ora, yəni onun evinə. Deyə, baxın mənim bəndəmə, inni ələmü mala tə'ləmun, buna görə dedim. Yorğunluqdan uyatıb da, bir cəmat elə bilər ki, gecə namazında yatmaq. Yox, dərman atıb. Dərman atıb, gəlim elə vaxtında başlayayım ki, yuxulayım ona görə. Yox, əvvəldə qeydim vurmuşdum. Samir müəllim, kaş elə, durub elə orada namazda yatsınlar. Vallahi onda dəyəri var. Bəli, yəni yorğunluqdan halal ruzu dalayacaq, inşallahın bəndəsinə xidmət, öz ailəsinə. Hər halda durub da bu Allahın ibadətinə durub. Yorğunluğa elə hədisdə də qeyd bu cürədir. Yorğunluqdan yata ora, yəni şeydir, Allah Taala mələklərin mənzərini döndərər o adamın evinə, o adamın üstünə ki, deyər ki, bax, mən bu cürə adamlar üçün deyirdim, mən biləni siz bilmirsiniz bu bəndələ. Siz deyirdiniz, qan tökənlər, siz deyirdiniz, fəsad eləyənlər. Bu tərəfini görmürdünüz. Ancaq bu tərəfini görmürdünüz, siz o tərəfini fikirləşirsiniz. Görürsünüz, cismi yerdədir, amma ruhu mənim yanımdadır. Yəni, dünyada da o behişdə ki, Əleyhisselam deyir, cismimizin qiyməti, İmam Baqir Əleyhisselam deyir, behişdir, Həzrəti Əli deyən, behiş sizin cismimizin qiymətidir. Ruhunuzun qiyməti orada ayrı bir məqamdır. Yəni, insan axirətdə o cür ola bilir ki, özü, məsələn, fiziki baxımdan bir yerdə olsun, amma ruhi tam başqa yerdə olsun. Amma bunlar da bir-birindən, bayaq dediyim kimi, yəni, xəyalımız ayrılır, gedir, heç belə 2 dəqiqədən sonra qayıdır, lap pis vəziyyət. Amma insan xalidinə fihə əbədadır da, beşdə həmişəlidir. İnsan həmişəlik oradadır, özü buradadır, ruhu göydədir və bu iki varlığın arasında təmas var. Buradakı dadı burada götürür, oradakı dadı da oradan alır.